İtaliya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 4,99 milyard ABŞ dolları dəyərində 9,58 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 19,9% və ya 828,8 milyon dollar, həcm baxımından isə 45,8% və ya 3 milyon ton üstələyir. Cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 8,93 milyard dollar dəyərində 16,99 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya birinci yerdə qərarlaşıb və ixrac həcminin 56,4%-i bu ölkənin payına düşüb.